Salam uşaqlar, hədəf kursları 11-ci sinif 21 dekabr buraxılış sınağının izahına baxırıq. 61-ci sualdan başlayaq. 61-ci sualda ədəd hissəsində A2 və D-ni verib S5, A6, A7-nin cəmini istəyir. İndi A2 və D-ni veribsə, bu S5-i bir neçə yolla tapmaq olar, amma əsas düsturlu yolunu deyək. Əvvəlcə A1-i tapım. A1 tapmaq üçün A2-dən D-ni çıxmalıyım. Yəni alınır 1. S5-i də düsturla taparım o zaman. S5-in düsturu nədir? 2A1 toplansın 4D bölü 2 vur 5. Buradan da A1 1-dirsə əgər 2 toplansın 12 bölü 2 vur 5. Buradan da cavab olur 35. S5 35'dir. Ki başqa yolla da S1-in S5-nə tərəf tapmaq olardı. Bu düstur bilirik ki, yarıya bölünəndə A1 topla 2D-ni verir bizə. O da 3A3 edir. A3 vur 5 kimi tapılardı. A3 vur 5. A3-ü də buradan A2 üstə gəl D-nin A3 olduğunu bilərək 7 olaraq tapa bilərdik A3-ü. A3-ü 7 olaraq tapsaydıq 35. Ya da ki, dənə-dənə hədləri tapa bilərsən. Yəni 1, sonra 4, A2 4-dür. 3 dənə artır, A3 7-dir. 3 dənə artır, A4 10-dur, A5 13-dür. Bunları da toplayanda 35 aldığını görə bilirsən. Nəysə. İndi S5 oldu 35. Bunu yaddaş saxlayaq. A6-nı tapmaq üçün də A2-nin üzərinə 4 dənə də əlavə etmək lazımdır. A2 əlimizdə var deyə A2-ni yazdım. Yoxsa A1 üstə gəl 5D də yaza bilərdim. A1 də var əlimizdə. A2 üstə gəl 4D bərabərdir 4 üstə gəl 4 vurulsun 3 bərabərdir 16. Onda A7-də A1-i düsturuna yazaq ki, onu da başa düşmüş olasınız. A1 üstə gəlsin 6D. Ya da A2 üstə gəl 4D, A3 üstə gəl A2 üstə gəl 5D, A3 üstə gəl 4D falan yazmaq olar. A1 nə idi? 1. Toplansın 6 vurulsun 3 bərabərdir 19. Demək S5 nə oldu? 35. A6 nə oldu? 16. A7 nə oldu? 19. Toplayanda cəmi cavab 70. Cavab A variantı. Növbəti sual üçün bu şəkildə bir 12 bucaqlı çəkirik. Mümkün qədər düzgün olması üçün çalışdım. Deyir, bu 12 bucaqlının bir təpə nöqtəsindən çıxan 2 dənə diaqonal çəkəcəyik. Amma bir təpə nöqtəsindən çıxan ən kiçik 2 diaqonal arası çəkəcək. İndi baxırıq ki, təpə nöqtəsi seçək. Məsələn, bu təpə nöqtəsini seçək buradakı. Buradan çıxan ən kiçik diaqonallar təbii ki, ən kənara çəkilmiş diaqonallar olacaq. Ən böyük diaqonal isə tam qarşıya çəkilmiş diaqonal olardı. O zaman bir dənə ən kiçik diaqonal çəkirik sol tərəfə. Mümkün qədər sola. Bir dənə də ən kiçik diaqonal mümkün qədər sağa çəkirik. Və bizdən bu aradakı bucaq soruşulur. Və bu bucağı tapmağın ən gözəl yolu nədir? Əgər bunun xaricinə bir çevrə çəkilmiş ola bilsəydi, görəcəkdik ki, indi çevrəni dəqiq çəkmirəm, təxminən çəkirəm belə. Yəni, bunun ətrafına çevrə çəkilmiş ola bilsə, görəcəkdik ki, bu 360 dərəcə 12 dənə bərabər qövsə ayrılır. Niyə? Çünki 12 tərəfin hər birini vətər qəbul etsək, bu vətərlər hər biri bir-birinə bərabərdir və bərabər vətərlərdə bərabər qövslər ayırır. Ona görə 360-ı 12-yə bölüb alacaqdıq 30 dərəcə. Yəni, hər bir vətərə uyğun gələn hissə 30 dərəcədir. O zaman bu qövsə uyğun gələn, yəni bu bucağın söykəndiyi qövsü tapaq. Söykəndiyi qövsü, baxın, qırmızı rənglə qeyd edirəm. Buradan başlayır söykəndiyi qövs. Burada da bitir. Yəni, burada başlayır, burada bitir. Yəni, burada başlayır, burada bitir. Baxıram ki, ona uyğun 12 dənə tərəfdən 8-i olur. Yəni, 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə tərəf olur. 30-u 8-ə vuranda 30 dərəcənin 8-ə vuranda eləyir 240 dərəcə. Yəni ki, bu bucağın, sual işarəsi qoyduğumuz bu bucağın söykəndiyi qövs 240 dərəcədir. Söykəndiyi qövs 240 dərəcədirsə, onda həmin daxilə çəkilmiş, çevrə daxilində çəkilmiş bucaq 120 dərəcə olur. Yəni, cavab C variantı. Sadə bir trapesiya sualı. B-dən hündürlük çəkirik. Düzbucaqlı trapezdə hündürlük çəksək, burada 2 olur. Bura 5-dirsə, burada 5 olur.
Burada 45 dərəcə bərabər yanlı düzbucaqlı üçbucaq görürsünüz burada. O zaman burada 2 sm, o zaman AD 7 sm olmuş olur. Məxrəci 120 olan düzgün kəsirlərdən ixtisar olunmayanları tapmaq üçün xüsusi qaydadan istifadə edirdik. Əvvəlcə nə edirik? 120-ni sadə vuruqlara ayırırıq. Sadə vuruqlara ayırsaq 2, 2, 2, 3, 5 olmalıdır. Yəni 2-nin kubu vur 3 üstü 1 vur 5 üstü 1. Və qaydamız da bu idi ki, əvvəlcə bu 2 üstü 3 vur 3 üstü 1 vur 5 üstü 1 yazırıq. Vur 1 çıx birinci sadə vuruğun. Birinci sadə bölənin tərsi 1 çıx 2-də 1. Sonra 1 çıx 3-də 1. Uyğunluq bu şəkildə gedir. 1 çıx 5-də 1. Sonra da 2 üstündə 3 vur 3 vur 5. Vur 2-də 1. Vur 3-də 2. Vur 5-də 4. Bu 3, 5, 5, 3 ixtisar gedir. 2, 2-ni aparır. Və axırda 2-nin kubu vur 4 qalmış olur. Yəni 32. Səhv hesablama olmadısa cavab B variantı 32. Bir düzbucaqlı üçbucağın katetləri 12 və 14-dür. Tamam. Hipotenuzda olsun S. Ki bu şərtdə hipotenuzun uzunluğunun heç bir önəmi yoxdur. Az sonra görəcəksiniz. Düzbucaqlı üçbucağın daxilinə çəkilmiş çevrənin radiusu nədir? Düsturu. Ya da bizdən soruşulan şey tapaq tez. R üstəgəl R soruşulur bizdən. Aha. Daxilə çəkilmiş çevrənin radiusunun düsturu A üstəgəl B çıx S bölü 2 idi. Yəni 12 üstəgəlsin 14 çıxılsın S bölünsün 2. Xarici çəkilmiş çevrə radiusunun düsturu nədir? S bölü 2. Və bunu kəsir kimi hesablayanda S-lərin islah getdiyini və cavabın 12 üstəgəlsin 14 bölü 2 olduğunu çox sadə bir şəkildə görə bilərik. Yəni C variantı 13. Verilən tənlikdə əgər yeganə həll olsun istəyiriksə, bu tipi xatırlayaq. 2 dənə tam kvadrat ayrılmalıdır. Yəni yeganə həll olsun istəyiriksə, daha doğrusu 2 dənə tam kvadrat ayrılıb cavabda 0 olaraq qalmalıdır. Yəni bu gördüyümüz şablon şəkli qurmağa çalışmalıyıq. Onu da necə quraq? X-ləri qruplaşdıraq əvvəl. 4x-in kvadratı 4x-in kvadratı. Top çıxılsın 12x. İndi düşünək. 4x kvadrat çıxılsın 12x-dən sonra nə yazım ki tam kvadrat alınsın? İndi düşünək. Bu 2x-in mötərizə kvadratıdır. Bu 12x 2 vurulsun 2x vur 3 deməkdir. Bir düşünək. 2 vurulsun 2x 4x vur 3 deməkdir. Bəli. O zaman sual işarəsinin yerində nə yazmalıyıq? Təbii ki 3-ün kvadratı 9 yazmalıyıq. Yaddaşda saxlayaq. Sonra topla. Gedək y-ləri. İndi bu x-ləridir. İndi y-ləri yoxlayaq. Y kvadratı toplansın 4y. Y kvadrat toplansın 4y-dən sonra nə yazmış tam kvadrat ayrılsın? Bəli, bu sualın cavabını şifahi olaraq da deyə bilirsiniz. Görürəm, hiss eləyirəm. 9 topla 4. 4 yazmaq lazımdır. Ən sonda da o zaman baxırıq ki, biz A-nın əvəzinə 9 və 4 yazmışıq. Yəni bərabər 0-da 0 olaraq qalacaqsa 9 və 4-ün cəmi 13. Gələk 13 olsa, yəni A bərabər 13 olsun ki, yeganə bəyan bu şəkil alınsın və yeganə həll olsun. Keçək növbəti suala. Sadə vuruqlara ayrılış sualı. Deyir ki, sadə vuruqlara ayrılışı bu şəkildə olan ədədin sadə vuruqların sayını n ilə ifadə edilir. Sadə vuruqların sayı qüvvətləri toplamaqla tapılırdı. Yəni n üstəgəl 1 ilə n üstəgəl 2-ni toplamalıyıq və 2n topla 3 yazmalıyıq. Cavab E. Şəkildə verilənlərə görə beta bucağını tapmaq lazımdır. Gördüyümüz kimi bura 48-dir. İndi bu 48-dən istəyirsinizsə çarpaz bucaq olaraq buranı 48 olaraq tapın. İstəyirsinizsə uyğun bucaq olaraq buranı 48 tapın. Fərqi yoxdur. Bunlardan hər hansı birini tapandan sonra bir dənə açıq bucaq alındığını görəcəksiniz. Yəni 2 beta ilə 48 dərəcəni toplayanda 180 dərəcə alınacaq. 2 beta bərabər olacaq 132 dərəcəyə. Buradan da beta bərabər olacaq 66 dərəcə. Yəni C variantı. 69-cu sual kosinuslar teoremidir. Demək, burada bir dənə üçbucaq verib.
ABC üçbucağını verib. Tərəfləri 9, 6 və 7-dir. BC 7, AB 6, AC 9. Və B bucağının ştrixlənmiş, bu bucağın işarə olunmuş bu bucağın kosinusunu tapmalıyıq. Kosinuslar teoremi qaydasına görə kosinuslar teoremindən çıxan nəticəni yazacağım bir dəfəlik. Nə alınmalıdır? 6-nın kvadratı toplansın 7-nin kvadratı çıx 9-un kvadratı bölünsün 2 vur 6 vur 7. Kosinuslar teoremindən belə bir qayda çıxır ki, kənarların kvadratları çıx qarşının kvadratı böl kənarların hasilinin 2 qatı. Və cavab 21-də 1. Yəni ki, cavab A variantı. Növbəti sadə bir ardıcıllıq sualı. Demək, ardıcıllığın ilk 6 həddinin cəmini tapın. Demək, A1 bərabər nə olacaq? N-in yerinə 1 yazaq. N-in yerinə 1 yazanda görürük ki, cavab alınır 3-də 2. O zaman A2 olacaq 4-də 3. N-in yerinə 2 yazanda, indi A1-i silirəm buradan. N-in 2 yazanda 4-də 3 alınır. Onda bu ardıcıllığın 6 hədd tapa bilərik. 3-də 2, 4-də 3, 5-də 4, 6-da 5, 7-də 6, 8-də 7. Ən axırıncını elə belə yoxlayaq. N-in yerinə 6 yazanda görə 8-də 7 alınırdı. 6 yazanda bəli 8-də 7 alınırmış. Vəssalam. Və bunların hasilini soruşur bizdən. Bunların hasilini də tapanda belə ixtisarlar aparıb 8-də 2, axırda 4-də 1 cavabı da 0,25 ala bilərik. Növbəti sadə bir bərabərsizlik sualı intervallar üsulu ilə çözülə bilər. Deməli, buradan kökləri istəyirsinizsə, diskriminantla isə vuruqları ayırmaqla tapa bilərsiniz. Mən vuruqları ayırmaqla tapacağam. 3-ü mənfi 4-ə vuranda bilirəm ki, mənfi 12 eləyir. Mənfi 12-ni yatırı saxlayıram. Deyirəm, mənfi 11-i elə 2 yerə parçalayım ki, cəm kimi elə 2 yerə parçalayım ki, hasil mənfi 12 eləsin. Fikirləşəm ki, mən bunu mənfi 12 və 1 kimi parçalasam, hasil mənfi 12 eləyə bilərdi. Onda o şəkildə vuruqları ayırıram. O zaman 3x kvadrat çıxılsın, 12x toplansın, x çıxılsın 4, x bərabər 0 yazıb, bu ikisindən 3x ortaq çıxartsam, burada da x plus 4, solda da x plus 4 minus 4 qalır. X minus 4, 3x plus 1 şəklində vuruqlara ayrılır. Onda buradan köklər nə olmuş olur? Mənfi 3-də 1 ilə, mənfi 3-də 1. Bir də 4 yazdıq. 4-dən böyük bir dənə ədəd seç. Məsələn, 5, 6, 7, hər nəsə. O ədədi burada x-in yerinə yazanda cavab eləyəcək, cavab müsbət eləyəcək. Yəni müsbət olub yoxsa mənfi olmaqla araşdırırıq. Müsbət, sonra da mənfi, sonra da müsbət yazdıq. Və bizdən kiçik bərabər hissəni soruşursa, kiçik bərabər hissə, yəni bu intervalı soruşur. Yəni cavab daxil olmaqla, nöqtələr də daxildir. Mənfi 3-də 1-dən ta ki 4-ə qədər. Və bizdən soruşulan şey tam həllərin cəmi. Mənfi 3-də 1-dən 4-ə qədər olan tam həllər 0, 1, 2, 3 və 4-dür. Bunların da cəmi eləyəcək 10, cavab A variantı. Növbəti sual sadə bir tənlik. Deməli, ilk moduldan 3-ü ortaq vuruq çıxarsaq, modulda x çıx 4 qalacaq. Üstəgəl növbəti moduldan 4-ü çıxartsaq, 4 çıx x qalacaq, bərabər 21. Demək, modulun içində 4 çıx x yazmaqla modulun içində x çıx 4 yazmağın heç bir fərqi yoxdur. Çünki modulda a çıx b bərabər modulda b çıxardı. Ona görə bunu 3 vurulsun x çıx 4, bunda 4 vurulsun x çıx 4 kimi başa düşüb, toplayıb 7 vurulsun modulda x çıx 4 yazırıq, bərabər edir 21. Buradan da modulda x çıx 4 bərabər 3-ə. O zaman deyirik ki, x çıx 4 mənfi 3 də ola bilər, x çıx 4 bərabər 3 də ola bilər. O zaman köklər 1 və 7 edəcək, köklərin cəmi də 8. Cavab D variantı. Növbəti bir sual. Topuldakı bir suala oxşayıram, o sual bucaq sualı idi. Bu daha sadədir. Deməli, TA bərabərdir 6-nı verib və şərtdə bərabər yanlılarla görürsünüz. Buradan belə bir şey eləyəcəyik. Bu üç bucağa baxıram. Bu üç bucaq bərabər yanlıdırsa, bu bucaq alfa və alfa olurmu? Olur.
Bu bucaq alfadsa, bu qövs 2 alfa olurmu? Olur. Və biz bilirik ki, toxunan ilə vətər arasındakı bucaq qövsün yarısıdır. O zaman burada alfa olacaq. Yəni ki, 2 alfanın yarısı. Bura alfa və bura alfa olan kimi yenə bir bərabər yanlı üçbucaq görürük. Onda deyirik ki, TA ilə AP bir-birinə bərabərdir. Ona görə AP də 6-dır. Yəni cavab A variantı. Növbəti sualda bir düzgün altıbucaqlı görürük. Düzgün altıbucaqlının bir təpə bucağı 120 dərəcə olur. Bəzi təpələrə 120 dərəcəni yazıram. Amma niyə bəzi təpələrə yazdım görəcəyik. Biz demək nə yaxda? BS də 6-dır. BS 6. KD-nin nə olduğunu axtarırıq. İndi altıbucaqlıda belə bir qayda var ki, əgər tərəf x olarsa, kiçik diaqonal x kökdə 3, böyük diaqonal isə 2x olur. İndi və C və F tərəfini birləşdiririk. C və F bucaqlarını birləşdiririk. Demək, tərəf əgər 6-dırsa, bir böyük diaqonal əmələ gəlir. Böyük diaqonalda 6 kökdə 3 oldu. Tamam, onu da yazdıq. 6 kökdə 3. İndi bura 120 dərəcədirsə, bu aşağı hissələr 30 dərəcə və yuxarı hissədə 30 dərəcə olurmu? Olur. Əsas bu 30 dərəcəyə fokuslanaq. İndi bu təpə bucağı bütöv 120 dərəcə idi axı. Bura 30 dərəcədirsə, demək 30-un yanındakı hissədə 90 dərəcə olacaq. Tamamdır. Eyni qayda ABC üçbucağında da olsa, bura 30, bura da 30. Onda bu təpə bütöv 120 olacaqdırsa, 30-30-dan bura qaldı 60. İndi fokuslanaq bax bu düzbucaqlı üçbucağa, rənglədiyim düzbucaqlı üçbucağa. 60-90-ı görən kimi burada 30 dərəcə deyirəmmi? Deyirəm. 30 dərəcənin qarşısındakı katet 6 kökdə 3-dürsə, 60 dərəcənin qarşısındakı katet də o katetdən kökdə 3 dəfə çox olmalıdırmı? Bəli. Yəni 6 kökdə 3 kökdə 3-ə vurulmalıdır. Və olmalıdır 18. Yəni KF bütövlükdə 18-dir. Əgər DF də altıbucaqlının tərəfi olan 6-dırsa, 18-dən də 6-nı çıxırıq, KD-yə qalır 12. Deməli, cavab 12. Bu sualda biraz müxtəsər metodlardan istifadə etməliyik. Yəni, nə edə bilərik? Məsəl üçün, bax, bu ikinci tənliyi götürərəm. Burada kökdə x, y verərəm sağa. Yəni, x plus y bərabər 9 çıxılsın kökdə x, y olar. Sonra bu ifadəni kvadrata yüksəldərəm. Yüksəlt kvadrata, görək nə olacaq. X toplansın 2xy toplansın y kvadrat bərabər olacaq 9-un kvadratı 81 çıx 18 kökdə xy toplansın normal xy olacaq. Onda sağdakı xy də sola aparsaq, çox daha rahat bir şey alınır burada. Mən kvadrat tənlik təxmin edirdim. Demək, x kvadratı toplansın xy toplansın y kvadrat bərabər 81 çıxılsın 18 kökdə xy olur. Və soldakı ifadə görürük ki, soldakı ifadə elə 27-yə bərabərdir. Ən yuxarıdakı tənliyə baxın, 27. O zaman 18 kökdə y kökdə xy verək sola, 27-ni aparaq sağa. 18 kökdə xy bərabərdir. 81-dən 27 çıx 54 olacaq. O zaman kökdə xy bərabərdir 3-ə. O zaman xy də bərabərdir, səhv hesablama aparmadıqsa 9. Cavab 9. Verilən bu sualı belə 216-nı dənə-dənə hesablayaraq çox böyük cavab alıb, sonra da geri qayıdaraq da hesablamaq olar. Amma daha sadə üsul belə bir şey eləyə bilərik. Məsələn, bu ifadəyə baxanda sanki burada bir müxtəsər mütəssil olacaqmış kimi düşünə bilərik. Yəni, məsələn, 2 üstü 8-in kvadratıdır, görünür. İndi baxıram, burada 2 üstü 8 yox, 2 üstü 9 var axı. Amma sonradan düşünürük ki, müxtəsər moda ortada 2xy olur axı. Bəlkə o 2-ni ayıraq, ona görə bir ayıraq oradan 2-ni, görək nə olacaq. 2 vurulsun, 3 vurulsun, 2 üstü 8 şəklinə düşə bilir. Sonra baxırıq ki, aha, 2 üstü 8 kvadratı vardı, indi 2 üstü 8-in özü var. Əla. Sonra da topla, axırda bir 9 görürük. O zaman deyirik, bu da 3-ün kvadratı olsun. Ki 3 var idi ortada, indi 3-ün kvadratını da axırda gördük.
O zaman çox rahat bir muxtasar alındı içəridə. 2 üstü 8 toplansın 3-ün mötərizə kvadratı alındı. O zaman buradan da kvadratla kök bir-birini aparsa, cavab 2 üstü 8 toplansın 3 etmiş olur. 2 üstü 8 də 256-dırsa, topla 3, cavab 259. Cavab 259. Keçək digər suala. Digər sual kvadrat tənliyin kökünün kompleks ədədlə tapılması. Yəni, daha doğrusu kvadrat tənliyin kompleks kökünün tapılması. Demək, x1 bərabər 3 çıxılsın 2 idisə, biz bilirik ki, köklər qoşma kompleks ədədlər olurdu. x2 bərabər 3 üstəgəl 2i olacaq. O zaman, əgər tənliyin köklərinin cəmi ortadakı əmsalın əksi b edirsə, Viet teoreminə görə və tənliyin kökləri hasili də axırda gördüyümüz sərbəstlə c edirsə, o zaman b və c tapıla bilər sadə. x1 və x2-ni toplasaq görürük ki, 2 ilə ixtisar gedəcək, islah gedəcək daha doğrusu. 6 bərabər b. b bərabər 6 olur. Köklər hasili isə 3-ün kvadratı 9 çıxılsın 2i-nin kvadratı 4i kvadrat olur. i kvadratda mənfi 1 olduğundan c bərabər 13 olacaq. b 6-dır, c 13-dür. Və buradan da b ilə c-nin cəmi 19 olacaq. Cavab 19. 45 ədədi hansısa bir ədədin 10%-dir. Yəni, hansısa bir ədəd var, həmin ədədin 10%-i 45-ə bərabərdir. 2 dənə sıfırı silsək, x bərabər 450 olmuş olacaq. Cavab 450. Başlayaq tapışıq suallarına. Deməli, bu sualda bir parallelogram görürük və paralelogramda AE-nin tən bölən olduğunu görürük. Yəni, bu bucaq alfa-alfa. Çarpaz bucaq olaraq E bucağı da alfa olacaq. Yəni, bu alfaya çarpaz yuxarıda bir alfa bucaq qeyd edəcəkmi? Eləyəcək. O zaman 2 dənə alfanı yanaşı görəndə deyirik ki, aha, burada bir bərabər yanlı 3 bucaq var. Yəni, AB-nin uzunluğu ilə BY-nin uzunluğu eynidir. Sonra AB-ni 12 vermişdirsə şərtdə demək BY də 12-dir. Yadda saxlayaq. YS də 3-dür. YS də 3. Burada vergül çaşdırmasın bizi. SABY isə 12-dir. SABY-yə də bir dənə 12 yazırıq. Və bizdən paralelogramın sahəsini soruşur. İndi paralelogramın bir sahəsi var. Onu tapacaq az sonra. İndi daha doğrusu paralelogramın bir hündürlüyü var demək istəyirdim. Paralelogramın bir hündürlüyü var. Bir dənə h deyək o hündürlüyə. Aydın məsələdir ki, o hündürlük həm də ABS üçbucağının da ABY, daha doğrusu ABY üçbucağının da hündürlüyüdür. O zaman SABY, yəni ABY üçbucağının sahəsi 12h/2 düsturundan tapılır və 12-dirsə, buradan h-ı 2 tapırıq. H bərabər oldu 2. Onda paralelogramın sahəsini tapmaq istəyiriksə, nə edirik? H-ı vururuq tərəfə, yəni AD-yə ya da BS-yə. AD yazım da artıq yazdım. O zaman yuxarı 12 ilə 3, 15 etsə AD də 15 görünür. O zaman 2-ni vururuq 15-ə. 2-ni 15-ə vuranda da cavab nə eləyir? 30. Cavab 30. Növbəti sualda nə soruşur? Soruşur ki, P3x-2 budursa P16-ını tapın. Demək, mən P16-ını tapmaq istəyirəmsə, yəni mötərizənin içində 16 yazmaq istəyirəmsə, fikirləşəm ki, bax, bu 16 olsun deyə x-ə neçə deməliyəm? Yəni 3x-2 16-ya bərabər olsa x nə olmalıdır? Bəli, doğru cavab. X bərabər olur 6. X 6 olsa P-nin içərisi 16 olur. P 16 bərabərdir. Demək, x-in yerinə yazmalıymışıq? 6 yazmalıymışıq. 6-nın kvadratı topla 6-nın kubu. P16Ü 16-nı tapınız. Demək, o 6-nın kvadratı 36 topla 6-nın kubu 216. O da bərabərdir 240, 252. Səhv eləmədiksə cavab 252. Növbəti sualımız sadə bir bərabərsizlik sualı.
Birincisi burada bir interval bərabərsizliyi görürük. A kvadrat kiçikdir 3A. Buradan bir dənə A kvadrat çıx 3A kiçikdir 0 ifadəsini yazırıq, bərabərsizliyini. Kökləri də qeyd edirik. Köklər 0 ilə 3. 3 dənə interval, 3-dən böyük bir ədəd seçirik. X-in yerinə A-nı yenə yazan cavab müsbət alınır, sonra mənfi, sonra müsbət alınır. Və kiçik 0, 0, 3 arası. Aha. Deməli, A 0 ilə 3 arasındadır. B isə mənfi 2 ilə 3 arasındadır. Bizə nə lazımdır? 2A lazımdır. 2A 0 ilə 6 arasındadır. Bizə nə lazımdır? 5B lazımdır. 5B isə bunun hər tərəfini 5-ə vur. 15, bir də mənfi 10. Mənfi 10 ilə 15 arasındadır. Bunları alt-alta toplasaq, mənfi 10 kiçikdir 2A toplansın 5B, o da kiçikdir 21. Mənfi 10 kiçikdir 2A topla 5B kiçikdir 21. Yəni hansı aralıqda yerləşir? Mənfi 10, 21 aralığında yerləşir. Mənfi 10, 21. Növbəti suallara baxaq. Deməli 82-ci sualda parabolanın, daha doğrusu kvadratik funksiyanın qiymətlər çoxluğuna daxil. Yəni ən böyük qiymət soruşulur bizdən. Demək ən böyük qiymət təpə nöqtəsinin n-sı olur. Bunu iki yolla çözə bilərik. Ya buradan çevirmə aparıb tam kvadrata ayırmaq lazımdır. Yəni mənfini önə alıb mötərizədə x kvadrat çıx 3x çıx 21 yazsaq, bu da bərabər mənfini qabağa alsaq x kvadrat çıx 3x. 3 bilirik ki 2 vur 1,5 deməkdir. Toplansın 1,5-in kvadratı. Yəni 2 tam %25 yazıb. Çıxılsın 3 tam %25 yaza bilərik. Yəni 2 tam %25 topla yazımsa çıx 2 tam %25 yazıram. Çıx 21 də varsa çıx 23 tam %25 olur. Bu da bərabər mənfi çöldə x çıxılsın 1,5-in mötərizə kvadratı, çıxılsın 23 tam %25 bağlayırıq. Sonra mənfini təzədən mötərizəyə vuranda mənfi x çıxılsın 1,5-in kvadratı topla 23 tam %25 olur. Yəni həmin qiymətlər çoxluğu y, bunu aşağıda yazım ki, sonra silməyəcəm. Y, mənfi sonsuzluqdan ta ki 23 tam %25-ə qədər olmalıdır. 23 tam %25-ə qədər olmalıdır. Və bu şərti ödəyən ən böyük qiymət 23 tam %25 olmalıdır. Bu bir yol. İkinci yol isə düstur işlətməklə tapa biləcəyimiz yoldur. Bilirik ki, təpə nöqtəsinin ən böyük qiymət təpə nöqtəsinin n-sı olur. N. Təpə nöqtəsinin n-sını nə tapırdıq? 4ac çıxılsın b kvadratı böl 4a düsturu ilə. Və yaxud təpə nöqtəsinin əvvəlcə m-sını tapırdıq. M-nın düsturu, m-in düsturu. Mənfi b bölünsün 2a idi. Sonra tapdığımız m-i x-in yerinə yazıb hesablama aparırdıq. Hər iki üsuldan istifadə edə bilərik. Elə bir dəfəlik öz düsturundan istifadə edək. 4ac, yəni 4 vurulsun mənfi 1 vurulsun 21. Çıxılsın b kvadratı, çıxılsın 9 bölünsün 4a, 4 vurulsun mənfi 1. Bu da bərabərdir. Mənfi 84, mənfi 84-dən 9 çıxırıq. Mənfi 93. Mənfi 93 də mənfi 4-ə bölünəndə 23 tam %25 edirmi? Bir yoxlayaq. 80-i 4-ə böləndə 20. 13-ü 4-ə böləndə 3 tam %25. Bəli. Yenə də 23 tam %25 edir. Ya da biz burada təpə nöqtəsinin m-i mənfi b bölü 2a-nı tapsaydıq. Mənfi b, yəni 3 bölü 2a vurulsun 2 vur mənfi 1. Bərabər 1,5 alacaqdıq. Və buradan f1,5-i tapsaq, f1,5 də yoxlaya bilərsiniz. 23 tam %25 edəcəkdir. Bu şəkildə 23 tam %25-i tapa bilərsiniz. Növbəti sualda nə deyir? Deyir ki, ABC bir düz bucaqlıdır. Şərtdə perpendikulyarları verib. 12 ilə 9 da şərtdə haralara bərabər olduğunu görürük. Və bizə AD-ni tapmaq lazımdır. Demək, bu şəkildə ilk öncə nə etmək olar? KD-yə baxarıq əvvəl. KD. Bilir ki, düz bucaq təpəsində, yəni düz bucağı 3 bucaqda, düz bucaq təpəsində çəkilən hündürlüyün kvadratı
bərabərdir proyeksiyanın hasili. 9 vur KD-yə. O zaman buradan KD nəyə bərabər olmuş olur? KD bərabər olmuş olur 144 böl 9. Yəni 16. Səhv eləmirəmsə. 16. 16. Sonra da bir dənə Pifaqor teoremi. 12, 16 adi bərabər olacaq 20. 12 kvadrat. Topla 16-nın kvadratının kökü. Adi olur 20. Növbəti suala baxaq. Perimetri 28 sm, daxil çəkilmiş cəhətinin radiusu isə 3 sm olan üçbucağın sahəsini tapınız. Perimetri 28, daxil çəkilmiş cəhətinin radiusu 3 sm. Demək, əgər bir üçbucağın daxilinə, hər hansı bir üçbucağın daxilinə bir çevrə çəkilmişdirsə, biz S bərabər 2-də 1 vur perimetr vur R deyə bir düstur bilirik. Və yaxud bir düsturu belə də nəzərdə tuta bilərik. R bərabərdir 2S bölünsün A plus B plus C. Hansında istəyirsiniz istifadə edə bilərsiniz. Məsələn, birinci düsturda istifadə eləsək, üçbucağın sahəsini axtarırıq elə. Elə birinci düsturda istifadə etmək daha məqsədə uyğundur bu arada. 2-də 1, 2-də 1. Vur perimetr 28, vur radius 3. Yəni cavab 42. İkinci düsturda istifadə etsəydik, onda da yazacaqdıq ki, 3 bərabərdir 2S bölünsün perimetr. Perimetr 28. Yenə də S bərabər 42 alacaqdıq. 14-ü çevirib 42 alacaqdıq. Və son sualda AND üçbucağında adi tərəfi üzərində nöqtələr qeyd olunub və deyir ki, AN bərabər AD, yəni AN bərabər AD. Yazdıq bunu bu şəkildə. Başqa bir qələm götürüm. Sonra deyir ki, NB bərabər NC. NB bərabərdir NC. Tamam. ACN 82-dir. ACN 82-dirsə, qalanı yaşılığına davam edək. Şəkildə biraz böyüdək. Nə istəyir? Bucaq A-nı. ACN 82-dir. Yazaq bura 82. Sonra CN-də 5-dir. CN-dir. Bu balaca yer burada 5-dir. Aha. Bizdən də bucaq A-nı soruşur. İndi bura 82 dərəcədirsə, o zaman sol tərəfdə 82 dərəcə olurmu? Olur. 82 dərəcə 82 dərəcə toplayanda eləyir 164 dərəcə. Onda təpə bucağı üçün qalır 16 dərəcə. Səhv eləmədiysə bir dənə yoxlayaq. 164, bəli, 16 dərəcə qalır təpə bucağına. Burada 5 dərəcə. Onu da yaddaş saxlayaq. İndi bura 5 dərəcə, xarici bucaq 82 dərəcə. Bu D bucağına bir X deyim hələlik. X ilə 5 dərəcəni toplayanda 82 dərəcə edirsə, X də neçə olur o zaman? X olur 77 dərəcə. Bu X-in yerinə yazırıq o zaman nə? 77 dərəcə. O zaman böyük üçbucağa baxsaq, oturacaqların biri 77 dərəcədirsə, yəni üçbucaq ABC-də bucaq D bərabər 77 dərəcədirsə, demək bucaq N-dir. Amma harada? Bax, üçbucaq ABC-də. Onda bucaq N də 77 dərəcə olacaq. Çünki AN ilə AD bərabərdir. O zaman bucaq A nəyə bərabər olmuş olur? 180 dərəcədən 2 dənə 77 dərəcənin çıxılmasına. Bu da bərabər olur 140, 154. 154 deyiriksə 26 dərəcə olmalıdır. Səhv hesablamadıqsa cavab 26 dərəcə. Bununla da bütün 11-ci sinif izahını bitirmiş olduq. Ümid edirəm ki, faydalı olmuşdur. Sağ olun.